Salam aleykum, hər vaxtınız xeyir əziz izləyicilər. Bugünkü video qonağımız Hyundai i30-un birinci nəsli olan FT Kuzo olacaq. Hyundai i30 FT görünüş baxımından sadə, səliqəli və zamana qarşı davamlı dizayna sahibdir. Ön hissədə iri farlar və ortada yerləşən barmaqlı avtomobilə ciddi ifadə verir. Bamper forması çox şişirdilməyib, hər şey ölçülü və balanslıdır. Yan tərəfdən baxanda xəttlər kəskin və düz davam edir. Maşın nə çox aqressiv, nə də çox sadə görünür. Arxa hissə yığcamdır, stoplar isə Kuzoya uyğun formada uzanır. Ümumilikdə dizayn diqqət çəkmək üçün deyil, uzun müddət bezdirməmək üçün hazırlanıb. Salon hissəsində hər şey rahat və anlaşılıdır. Düymələr qarışıq deyil, harada nə olduğuna tez öyrəşmək olur. Sükan bəzi versiyalarda üzərində idarəetmə düymələri ilə gəlir. Oturacaqlar gündəlik sürüş üçün rahatdır. Nə çox sərt, nə də çox yumşaqdır. Arxa oturacaqda normal yer var. 2 nəfər rahat otura bilir. Bagaj gündəlik istifadə üçün kifayətdir. Arxa oturacaqları qatlayanda isə daha çox yer əldə olunur. İçəridə istifadə olunan materiallar əsasən sərt plastik, amma yığılma keyfiyyəti pis deyil. Ümumilikdə bu model görünüş və rahatlıq baxımından sadə, problemsiz və gündəlik istifadə üçün uyğun bir avtomobildir. İndi isə gələk avtomobilin mühərriklərinə. İstifadə olunmuş birinci mühərrik 1.4 MPI mühərrikidir. C4 FA kodlu 109 at gücü hasil edən mühərrikin yanacaq sərfiyyatı şəhərçi 7-8 litr, trasda 5-6, ortalama yanacaq sərfiyyatı isə 6-7 litr təşkil edir. 0-dan 100-ə sürətlənməsi 12.6 saniyədir. 109 at gücü və 137 Nm fırlanma anı hasil edə bilən mühərrik atmosfer mühərrikidir. Çox nöqtəli injeksiya sisteminə malikdir. 3.3 litr motor yağı potensialı var. Avtomobilin ümumi ağırlığı 1270 kq-dır. 1250-1300 arası komplektasiyaya görə dəyişə bilər. Kifayət qədər yüngül bir avtomobildir və istənilən bütün variantlar öndən çəkərdir. Hər hansı bir şəkildə tam çəkər versiyası yoxdur. Onu da nəzərinizə çatdırım. Və bu motorda istifadə olunmuş olan sürətlər qutusu 5 pilləli mexaniki sürətlər qutusudur. İkinci və çox rast gəlinən digər bir mühərrik 1.6 MPI mühərrikidir. Burada artıq 120 at gücünü görə bilirik. Yanacaq sərfiyyatı bir qədər artır, 8-9 litr, trasda 5-6. Yenə benzinli mühərrikdir əlbəttə ki. 0-100 sürətlənməsi burada 11 saniyəyə qədər aşağı düşə bilir. 120 at gücü 156 Nm tork hasil edir. Yenə çox nöqtəli injeksiya sisteminə malikdir və atmosferik bir mühərrikdir. Bu dəfə isə istifadə olunmuş sürətlər qutusu 6 pilləli manuel sürətlər qutusudur. Və benzin tərəfində istifadə olunmuş ən güclü mühərrik 2.0 MPI mühərrikidir ki, 143 at gücü və 186 Nm tork hasil edir. Yanacaq sərfiyyatı 9-10 litr şəhərçi, 6-7 litr trasda və 7-8 litrdə ortalama yanacaq sərfiyyatı var. 0-dan 100-ə sürətlənməsi 10.6 saniyədir. Bu modeldə də 5 və 6 pilləli manuel sürətlər qutusundan istifadə olunub. Dizel tərəfində iki fərqli mühərrikdən istifadə edilib. 1.6 CRDI və 2.0 CRDI mühərrik. 1.6 CRDI 116 at gücü və 255 Nm fırlanma anı hasil edir. Yanacaq sərfiyyatı 5-6 litr şəhərçi, 4-5 litr trasda və 4.7 litrdə ortalama yanacaq sərfiyyatı var. D4 FB kodlu mühərrikdir. Dizel Common Rail yanacaq injeksiya sisteminə malikdir və bu dəfə turbo kompressorlu bir mühərrikdir. Həmçinin intercooler da mövcuddur. Və 5 pilləli manuel sürətlər qutusundan yenə bu avtomobildə də istifadə olunub. İkinci dizel mühərrikimiz 2.0 CRDI mühərrik. Yanacaq sərfiyyatı 7-8 litr şəhərçi, 4-5 litr trasda, 5.5 litrdə ortalama yanacaq sərfiyyatı var. 140 at gücü və 305 Nm tork hasil edir. Yenə turbo kompressorlu plus intercoolerlu mühərrikdir. Dizel Common Rail yanacaq injeksiya sisteminə malikdir. Bir də qeyd edim ki, Hyundai i30'larda ümumilikdə bagaj həcmi 340 litr təşkil edir. Bagajın ən maksimum həcmi 1200 litrdir. Yəni oturacaqları qatladıqda bagaj həcmi 1200 litrə yaxınlaşır. Avtomobilin uzunluğu 4245 mm, genişliyi isə 1775 mm-dir. Hyundai i30 FT modelinin zəif cəhətləri əsasən yanaşma və istifadə vəziyyətinə görə ortaya çıxır. Çox rast gəlinən problemlərindən biri salon materiallarının keyfiyyətidir. Sərt plastiklər zamanla cızılır və bəzən xırda səslər yarada bilir. Xüsusilə torpedo və qapı içkiliklərində xışıltı səsləri ola bilər. Səs izolyasiyası çox güclü deyil. Yüksək sürətlərdə yol və külək səsi içəri hiss olunur. Bu xüsusilə uzun yolda narahatlıq yarada bilər. Askı sistemi komfort üçün uyğundur, amma bizim yollar kimi kovuz səthlərdə tez köhnələ bilir. Stabilizator çubuqları, rezinlər və bəzi xırda askı elementləri tez-tez dəyişdirilməyi məcburiyyətində qalına bilər. 1.4 və 1.6 litr benzin mühərriklərində ümumi ciddi problem olmasa da, zəif dinamika əsas şikayətlərdəndir. Xüsusilə avtomat sürətlər qutusu ilə birlikdə sürətlənmə ağır hiss olunur. 4 pilləli avtomatik sürətlər qutusu da həmçinin bu avtomobillərdə 5 pilləli mexaniki sürətlər qutusu ilə yanaşı istifadə olunub və
Bu 4 pilləli avtomat bir qədər köhnə tipli sürətlər qutusudur. Yanacaq sərfiyyatını da bir qədər artırır. Eyni zamanda keçidlər zəifdir və sürəti heç yaxşı deyil. Dizel versiyalarda isə turbin və EGR sisteminin zamanla problem yaratması qarşılaşılan problemlərdəndir, xüsusilə keyfiyyətsiz yanacaq istifadə olunarsa. Bəzi avtomobillərdə sükan reykasında boşluq və ya səs problemi müşahidə oluna bilər. Elektrik sistemində xırda sensor problemləri də nadir hallarda rast gəlinir. Ümumilikdə model ciddi xroniki bahalı problemi ilə tanınmır, amma komfort, səs izolyasiyası və dinamika baxımından zəif tərəfləri var. Daha çox sakit və gündəlik istifadə üçün nəzərdə tutulmuş bir avtomobildir. Belə dostlar, daha bir videonun sonuna gəldik. Növbəti videolarda görüşmək üzrə. Özünüzə yaxşı baxın. Sağ olun, salamat qalın.